Salam dəyərli izləyicilərim. Mən Rəis Əzəşan Usta. Yenə sizinləyəm. Bu günləri mən F15, yəni X5 markalı avtomobilinin çəkilişini eləyib sizə göstərəcəm ki, maşında nə işlər görəcəm. Maşın bura polirovkaya gəlib və müəyyən yerlər ki var, onlar hamısı doldurulub və belə deyək, 2 gün buraxmışam. Tam kristallaşandan sonra başlayacağım polirovkaya. İkinci gündür. Ətraflı olaraq sizə göstərmək istəyirəm. Birinci damdan başlayacağım. Damda belə cızıqlar, top ləkələri zatları, nə bilim, belə ləkələr zatları var. Dam demək olar ki, pis deyil, yaxşı vəziyyətdədir. Amma maşının üst tərəfləri isə çox yaman gündədir. Ləkələr zatlar belə xoşa gəlməz. Yəni cızıqlar zatlar var. Fikir verirsinizsə, bunlar hamısı cızıqlardır. Maşını mən silmişəm, təmizləmişəm. Bütün yerləri hamısı maşının görürsünüz. Kraskaya nəzər eləsəniz görəcəksiniz. Hər yeri elədi. Bütün nə qədər ki cızıqlar zatlar ki var, bunlar hamısı belə deyək, zirzibillər zatlar hamısı gedəcək. Çalışacağım, aparım. Maşının hər yeri, yəni bu belənsinə cızıqdır. Kapot. Gördüyünüz kimi kapotun rəngi çox belə xoşa gəlməz bir rəngdədir kapot. Cızıqlar zatlar belə. İşığa baxsanız görəcəksiniz diqqətlə. Hər yeri maşının elədir. Mən maşını bağlamışam. Müəyyən yerlər ki var, mən onları doldurmuşam. Harada nə qüsurlar var idi, hamısını doldurmuşam. Deşiklər, nə bilim, cızıqlar, sonra dərin cızıqlar ki var idi, mən onları doldurmuşam. Və belə deyək, nə qədər ki burada işıq düşür, əməlli başlı görünür ki, görürsünüzsə. Hər yeri belədir. Fikir verirsinizsə cızıqlardır. İnşallah maşını mən polirovka eləyəndən sonra ətraflı olaraq göstərəcəm. Kapot kraskalanıb. Kapotda saat göstərəcəm sizə. Kapotda belə çöküntülər əmələ gəlib. Mən kapotu opşi şkurkalayacağım. Verirsinizsə burada xəttlər gedir və çöküntülər var burada. Hiss edirsinizsə görəcəksiniz. Opşi şkurkalayıb polirovka edəcəm dəyərli izləyicilər. Belə bir şəkildədir maşın. İnşallah ətraflı olaraq bunu mən sizə göstərəcəm. Və bu hissələrdə kraska gedən yerlər ki var. Bir də bu hissələrdə. Burada boya kraska gedib üst tərəfdə. Burada da həmçinin. Bu strukturu üstündən, yəni şkurkalamadan birbaşa plasmas dərmanı vurublar. Quruntusuz, zatsız, üstündən də çox güman ki kraska vururlar. Mən burada kraska işim var idi. Yəni balaca bir qusok cızıq. Onu kraskalamışam və bu hissəni kraskalamışam. İnşallah bunu da belə deyək, polirovkada bunların hamısını təmizləyəcəm. Doldurmuşam cızıqları. Bu qədər dəyərli izləyicilər. Etap bunu çəkib sizə ətraflı olaraq göstərəcəm. Dəyərli izləyicilərim, gördüyünüz kimi mən maşını qutarmışam. Polirovka işi yəni tamamlandı. 3 qat yəni polirovka eləmişəm və Koch-Magic'in dərmanları ilə yəni silmişəm. Belə deyək, beskraska olduğuna görə biraz məni yordu açığı, amma nə qədər də olmasa rəngini aça bildim. Maşının rəngi açıldı. Belə deyək, polno polirovka olundu.
Yəni demirəm zavod kimi badirovka eləmişəm, yox, sadəcə olaraq səliqəli, təmiz bir iş çıxdı ortalığa. Amma müəyyən cızıqlar ki var, misal üçün mən onları dərin cızıqlar ki var, mən onları götürə bilmədim. Çünki onlar bazaya qədər gediblər. Belə deyək, lezva, belə deyək, çəkilib elə bir, belənsinə bir fasonda. Müəyyən yerləri yəni doldurdum. Elə yerlər var ki, misal üçün toçka qoyanda adətən badirovkada qızma prosesi gedəndə başlayır həminki yerlər təzədən çıxmağa. Amma belə deyək, mən sizə göstərmişdim bu qapının üstündə belə deyək, bəzi dediyim kimi xırda skolların deşikləri ki var, yəni onları mən doldurdum da və yenə təzədən üzdə olduğuna görə təzədən yenə çıxdı. Çünki kristallaşması az bir miqdarda çəkdi. Nəyə görə? Ümumiyyətlə toska qoyub kristallaşmasını tam gözləyənə qədər ən azından bir həftə, 10 gün vaxt lazımdır ki, tam kristallaşsın ki, aparatı ona vuranda, qızma prosesi gedəndə o, belə deyək, xırda bir, zərrə qədər bir deşikdən çıxma ehtimalı olmasın, belə deyim. Detalların rəngini açmışam. Mən sizə göstərmişdim əvvəldən nə gündə idi. Maşın hər yerə elənçinə idi. Bütün nə qədər yerlər ki var idi, hamısı elənçinə idi. Çünki belə deyək, nə qədər cızıqlar, zatlar, yəni çöküntülər var idi. Kapotda ümumiyyətlə çöküntülər var idi. Çöküntülərin müəyyən hissəsi yəni getdi, müəyyən yerlərdə, bəzi yerlərdə qalıb, amma belə deyək, diqqətlə baxanda yəni az bir miqdarda yəni qalıb. Bu saat mən sizə göstərəcəm bunu. Yəni bilmirəm tuta bilirsiniz yoxsa yox. Burada müəyyən yerlərdə yəni qalıb, amma mən yəni gözlə görəndə, diqqətlə baxanda yəni bilinir, belə yəni tutmaq olmur, telefonda da tutmaq olmur, gözlə də tutmaq olmur, amma dəqiq yerə baxasan. Vizual olaraq kapotun rəngi tam açıldı. Kapot yaman gündə idi, həqiqətən çox bir bərbad bir vəziyyətdə idi kapot. Skolların izləri var, demirəm yoxdur, skol izləri var. Mən maşına şkurka vurmamışam, sadəcə olaraq mexlə bunun rəngini açıb və sonradan başlamışam eksentrik aparatla üstündən keçməyə və bu eksentrik aparatla üstündən keçə-keçə belə deyə bunlar məni biraz yordu və axırda da nəticə belə bir qərara gəldi ki, rəng, yəni ki, tam açılsın ki, biz effekti görə bilək. Şükür Allah ki, rəng açıldı. Bütün nə qədər ki, belə deyək, dərin cızıqlar ki var idi, onlar hamısı yəni tam getməsə də, amma maşının rəngi gördüyünüz kimi açıldı. Bütün hər yerdə. Yəni mən sizə göstərmişdim, bu hissələr yaman gündə idi, dəyərli izləyicilər. Hər yer yəni yaman gündə idi, amma maksimal dərəcədə yəni mən bacardığım qədər rəngi açmışam. Bütün detalları incə-incə hamısını bir-bir nəzərdən keçirtmişəm. Şüşələri də yüngül, düzdür, mən söz vermirəm heç kimə ki, cızıq aparacam. Sadəcə olaraq aparatla, mexlə təmizləyib, yəni bəzi su ləkələrini yəni götürə bilirəm. Burada yəni ki, fikirləşməyin ki, mən şüşəni polirovka edirəm. Xeyr, mən şüşə polirovka etmirəm. Dəyərli izləyicilər, sadəcə olaraq təmizləyib, belə deyək, bir balaca, yəni ki, ləkələrdən uzaqlaşmağa doğru yəni apara bilərəm bunu. Belə, bu qədər. Və ruçkalar bağlandı. Bu hissələrdə də var idi, dəyərli izləyicilər. Çox belə bir bərbad bir vəziyyətdə idi. Bu saat hal-hazırda. Yəni bu aşağılarda mən temanı tuta bilmirəm. Ona görə mən sizə burada göstərirəm ki, burada gördüyümüz yəni o cızıqlar ki var idi, bu maşının əks tərəflərində hər yerində yəni bunlar var idi. Mən düzdür, yəni maşını polirovka edə-edə spirtlə silib, fanarla baxmışam ki, incə-incə detalların bütün bircə yəni detalları 4 yerə bölüb 4də 1 hissəsini polirovka edə-edə spirtlə silib yoxlamışam. Bu da belə deyək, təkcə maşın rəngini açmaq üçün ən azından mənim 2 gün vaxtımı aldı. Səhər saat 6-dan axşam saat 12-1-ə qədər yəni işləmişəm bunun üstündə. Amma nəticə oldu. Müəyyən yerlər ki var idi, mən sizə göstərdim ki, belə toçqalıq yerlər ki var idi, onları yəni mən
doldurmuşam. Əlbəttə ki, akrillə doldurmuşam. Baza ilə doldurmamışam. Bu hissələr bu yerlərdə də var idi. Belə ümumiyyətlə belə görünmür. İndi mən sizə indi göstərəcəm hansı variantda görünür. Görürsünüzsə, ümumiyyətlə belə deyək, şpakerlə zadla ki çəkirlər. Bunlar hamısı boş söhbətlərdir. Yəni şpakerlə, yəni o bilinir onsuz da. Mən indi sizə göstərəcəm ki, onu hansı qaydada çəkirlər ki, dəyərli izləyicilər. Orada belə deyək, fon görünmür. Amma diqqətlə belənsinə baxsaq, üzü doğru işığa tərəf baxsaq, burada nəsə görünür. Düzdür, burada cızıq var idi dərin. Mən bunu doldurmuşam. Amma buradan baxanda görürsünüzsə, burada heç nə bilinmir. Burada bu hissədə heç nə bilinmir. Yəni, adətən ümumiyyətlə şpakerlə dolduranda bu hissədən belə bir fasonda bir fonu tuturlar ki, çəkiliş eləsinlər ki, yəni şpakerlə doldurdu, amma əslində şpakerlə doldursa o işığa tərəf tutsa, yəni belənsinə bir şeylərlə, yəni belə bir dolu bir şeylərdən qarşılaşmaq olar. Belə dəyərli izləyicilər, aşağı divizoru buradan kraskalamışam. Ta o başa qədər splaşla kraskalandı. Stoplar təmizləndi. Bunlar düzdür, mən bunların üstünə düşmədim. Çünki nəyə görə bunlar maşın buradan çıxandan sonra bu vinilə gedəcək. Yəni bu hissələr vinillənəcək, qaralacaq. Yəni bu mənlik deyil. Yəni maşın avtomobil sahibi özü bunları aparıb düzəltdirəcək və vinillətdirəcək. Belə dəyərli izləyicilər, maşın da belə bir vəziyyətdədir. Bamperdə müəyyən yerlər ki var idi. Ora aparat girmədiyinə görə mən onları əllə təmizləyib silmişəm. Amma nə qədər də olmasa, belə deyək, maşının rəngini açdım və güman edirəm ki, avtomobil sahibinin xoşuna gələr. İnşallah yaxşı olacaq. Amma avtomobil sahibi maşını görməyib. Çünki maşını görsə, əvvəlki vəziyyəti çox bərbad bir vəziyyətdə idi, dəyərli izləyicilər. Maşına baxılası deyildi. Mən sizə göstərmişdim. Çünki kapota belə buradan baxanda adamın ürəyi bulanırdı kapotda. Yəni elə bir ləkələr, elə bir əcaib formalar ki var idi. Onları belə deyək, gözlə görmək lazım idi. Amma burada mən sizə göstərmişdim. Orada bəzi yerdə o çöküntülər ki var idi, mən sizə göstərmişdim. Onları maksimal dərəcədə aparmışam, amma bəzi yerlərdə qalıb. Əgərsə işığa nəzər edəsəniz, barmağım qoyduğum yerə işığa nəzər edəsəniz, burada belə deyək, görəcəksiniz ki, var, nəsə var. Əlbəttə ki, onlar çöküntüdür, kraskanın çöküntüsüdür. Mən onları maksimal dərəcədə şkurkali polirovka edib götürə bilərəm, amma riskli məsələdir ki, lakdan birbaşa bazaya keçim. Bu da belə deyək, detalın zədələnməsinə gətirib çıxardacaq. Belə dəyərli izləyicilər, damı olunub. Damı mən polirovka etmişəm. Damda düzdür, quş nəzsin ləkələridir. Bunlar da belə deyək, müəyyən vaxtdan sonra əgərsə silinmirsə, vaxtında yuyulmursa, bu da belə deyək, lakın yandırır. Ondan sonra ona heç nə eləmək olmur, heç polirovkada da o getmir. Belə dəyərli izləyicilər, inşallah yəqin ki, güman edirəm ki, avtomobil sahibinin xoşuna gələcək. Bu qədər dəyərli izləyicilərim, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilərim. Var olun, minnətdaram, təşəkkür edirəm sizə.